Hekayə bir dəfə qurulur, ömür boyu yadda qalır. Əzbər milyon dəfə edilir, heç vaxt yadda qalmır. Bir dəfə də yadda qalmır. Bir dəfə də yadda qalmır. Və beyin sağlamlığı cəhətdən hekayə quranda beyin neyronları arasındakı sinaptik əlaqələr güclənir. Bu da beyin sağlamlığına müsbət təsir göstərir. İnsanlar, mən istəyərdim ki, insanlar həqiqətən burada deyilən texnikaları yoxlasınlar. Bəli. Yoxlasınlar, öz fikirlərini bildirsinlər və bizim növbəti podkastda biz bunları mütləq müzakirə eləyəcəyik. Bir daha sizə təşəkkür edirik. Mən təşəkkür edirəm. Həqiqətən çox maraqlı oldu. Yəni biz burada göstərdiklərimiz bu işin çox dənizdə damlasıdır. Bəli, əlbəttə. Yəni əgər bizim fotoqrafik yaddaş texnikaları təlimində iştirak etsəniz, siz bu texnikaların daha belə peşəkar şəkildə öyrənib öz həyatınıza tətbiq edə bilərsiniz. Yəni sadəcə bununla məhdud deyil. Çox vaxt sual verirlər ki, bəs filan şeyləri necə yadda saxlayacaq? Onlar artıq daha dərin bilgilər tələb eləyir. Onu da biz 3 günlük, sadəcə 3 günlük bir təlimdə öyrədirik.